Qanunsuz mərc və şans oyunları Mostbet, Pinup, 1xBet, Betbuta, onlayn lotto kimi platformalar vətəndaşlara asan qazanc vədi ilə aldatmaqla onları maliyyə və psixoloji risk altına qoyur. Bu platformalar həm vətəndaşların, həm də ölkə iqtisadiyyatının təhlükəsizliyinə zərər vurur. Üstəlik, milyonlarla vəsait ölkədən çıxır, vergidən yayınır. Qanuni və dövlət nəzarətində olan platformalar isə şəffaf fəaliyyət göstərir, əldə edilən gəlirdən vergilər ödəyir və istifadəçilərin hüquqlarını qoruyur. Qlobal Infoza danışan vəkil Mehman Muradlı deyib ki, qanunsuz mərc və şans oyunları üzrə fəaliyyət göstərən müxtəlif ziyanlı onlayn platformalar mövcuddur. Azərbaycanda fəaliyyət göstərən tutaq qumar oyunlarının təşkili ilə bağlı müəssisələr var. Onlar da normal qaydada qanunvericiliyin tələbinə uyğun olaraq bunu fəaliyyətini həyata keçirilir. Amma bu cür platformalar üzərindən, internet resursları üzərindən olan platformalar, yəni bunlar həqiqətən də insanların o incə bir yerini tuturlar, hardasa daha çox pul əldə etmək üçün bu insanların cibdə daha çox girirlər. O baxımdan hesab edirəm ki, bunların bu həmin platformalar Azərbaycanda qeydiyyatdan keçməlidir. Yox, onu eləyə bilmirlərsə mütləq bunların fəaliyyəti Azərbaycanda Rabitə Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bu cür platformaların Azərbaycandan girişi mütləq bağlanmalıdır. Yəni məhdudlaşdırmadan da söhbət getmir, tam olaraq bağlanmalıdır. Deputat Raizin Nurullayev isə bildirib ki, Azərbaycanda Mostbet, Pinup, 1xBet, Betbuta, onlayn lotto kimi qanunsuz mərc və şans oyunları platformaları asan qazanc vədi ilə vətəndaşları aldadır. Milyonlarla vəsait ölkədən çıxarılır, vergidən yayınma baş verir. Bu artıq sosial problem yox, birbaşa ölkənin iqtisadi və maliyyə təhlükəsizliyinə zərbədir. Raizin Nurullayev əlavə edib ki, qanunsuz platformaların saytları və tətbiqləri dərhal bloklanmalı, onların reklamını yayan media resursları və sosial şəbəkə səhifələri məsuliyyətə cəlb olunmalıdır. Bank və ödəniş sistemləri üzərindən bu platformalara pul köçürmələri tam bağlanmalıdır. Qeyd edək ki, Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş lotereya və mərc platformaları ölkə qanunvericiliyinə uyğun fəaliyyət göstərir və hüquqi ünvanı olur. Bu da istifadəçilərin hüquqlarının qanunla qorunmasına təminat verir və qazanılan istənilən uduş vətəndaşa tam ödənilir. Mostbet, Pinup, 1xBet, Melbet, Parimatch, Betbuta, onlayn lotto kimi qanunsuz platformalar isə Azərbaycanda rəsmi qeydiyyatdan keçməyib. Kiçik uduşları ödəyərək etimad yaratsalar da, böyük məbləğdə qazanılan uduşları ödəmirlər. Bu halda vətəndaşların müraciət edə biləcəyi rəsmi qurum olmur. Hüquq mühafizə orqanları qanunsuz mərc və şans oyunları ilə mübarizəni daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə mütəmadi əməliyyatlar həyata keçirilir, qanunsuz mərc və şans oyunları təşkil edən şəxslər və dəstə üzvləri müəyyən edilərək məsuliyyətə cəlb olunur. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.